Hamilə qadınların çox tez-tez etdiyi şikayətlərdən də biri budur. Doktor, nəfəs darlığım var, əlim, ayağım soyuyur, iştahım çox aşağıdır, yorğunam, halsızam, heç yerimdən durmaq istəmirəm. Bu nəyin əlamətləri ola bilər? Bəli, bu hamilələrdə tez-tez rast gəlinən qan azlığının, yəni anemiyanın səbəbi ola bilər. Hamiləlik zamanı qırmızı qan hüceyrələrinin aşağı düşməsi, hemoqlobin səviyyəsinin yetərincə olmaması qan azlığına gətirib çıxarda bilər. Bəs anemiyanı, yəni qan azlığını vaxtında müalicə etməsək, hamilə qadını və gələcəkdə doğulacaq körpəsini nələr gözləyir? Əlbəttə ki, hamiləlikdə qan azlığını müalicə etməsək, doğulmuş körpədə qan azlığı, intrauterin gelişim zəifliyi və digər problemlər yarana bilər. Bununla bərabər həmçinin hamilə qadın doğuş sonrası qanaxmalarla üzləşə bilər. Doğuş əgər keysəriyyə doğumla nəticələnərsə, o zaman yaraların daha gec sağalmasına gətirib çıxarda bilər. Buna görə də əziz hamilələr, sizdə əgər qan azlığı varsa, ilk öncə qan testi verərək anemiyanın növünü və səbəbini araşdıraraq ona yönəlik müalicə alın ki, sadaladığım bu fəsadlarla rastlaşmayasınız.